Hazırda Şəhidlər Xiyabanındayıq. 20 yanvar faciəsindən illər keçsə də, bu məkan Azərbaycanın yaddaşında heç vaxt unudulmayan ağrının və qürurun rəmzidir. Sovet ordusunun Bakıda törətdiyi qırğınlar nəticəsində yüzlərlə günahsız insan şəhid oldu. Azərbaycan xalqı canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anır. Türk ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyi, Taybin üzvləri qanlı 20 yanvar hadisələrinin 36-cı il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb. Türk ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyi, Taybin sədri Akademik Süleyf İmamverdiyev bildirib ki, 20 yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. 1990-cı ilin yanvarın bax bu 19-u, 20-si Azərbaycan xalqının istiqlalı uğrunda bütün ölkənin ayağa qalxması, Bakıda vətəndaşların o Sovetlər rəhbərliyinin Azərbaycan xalqına qarşı, düşman mövqeyinə qarşı və ölkəyə təcavüz etməsinə qarşı qəti etirazlarını bildirdilər. Xalqımız öz istiqlaliyyəti uğrunda özlərinin vətənin sahibi olmasını göstərmək düşüncəsini ortaya qoyması ilə bütün dünyaya Azərbaycan xalqının mərd bir xalq olmasını sübuta yetirdi. Şəhidlər verməsinə baxmayaraq xalq əyilmədi. Azərbaycan xalqı enməz bir xalqdır və onun gələcəyi mütləq gərək işıqlı olsun. Həyat göstərdi ki, bu belə də oldu. Bu günləri biz onun şahidiyik. Seyranə Quliyeva, Çingiz Abdullayev, Missiya TV.